Deyir ki, bəndə, mən sənə görə 6000 illik bəndəmin qapımdan qovmuşam şeytanı. Mən sənə görə onu qovmuşam. Onun mənimlə problemi yox idi, səninlə problemi var idi. Mən onu qovandan sonra sən məni atmışsan, getmişsin onun qapısına. Bir dənə də hədisi mən deyim. Dəhşət. Çox qəşəng. Deyir ki, İlahi və Rəbbim, bəndə sən məndən elə davranırsan ki, tutaq ki, mən sənə bir dənə bir çətinlik göndərəndə el car çəkirsən, hamıya danışırsan. Amma sən bura günah göndərsiz, mən məliklərə demirəm. Allah. Sədi Şirazi Gülüstanın əvvəlində deyir, onu deyir, bəndə ki, pislik eləyir, çox israrla pislik eləyir, Allaha dua edir, Allah qəbul eləmir, baxmır üzünə. 2 dəfə, 3 dəfə Allah mələklərinə deyir ki, ya məlaikəti, qəd istəhiyyəytu min abdi, və leysə ləhu qeyri, fəqəd qəfərtulah. Ay, mənim mələklərim, utanıram onun dualarından, o məndən başqa hissəsi yoxdur, bağışlayıram onu. Belə bir Allaha olan ümidsiz olması absurddur.